Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə qaldığımız yerdən davam edəcəyik. 5-ci sinifə davam edirik. Libretto və balet mövzusu. Balet musiqili xoreografik tamaşadır. Fransız dilində tərcümədə rəqs etmək deməkdir. İlk balet elə Fransada 15 oktyabrda 1581-ci ildə tamaşaya qoyulmuşdu. İtaliyalı Baltazar tərəfindən, amma Fransada 15 oktyabrda səhnəyə qoyulmuşdu. Baltazar tərəfindən quruluş verilmiş Kraliçanın gülməli baleti tamaşası idi. Rusiyada isə 19-20-ci əsrdə Pyotr Çaykovski, Igor Cervantes, Sergey Prokofiev və başqaları bu janrda əsərlər yazmışlar. Çaykovskinin bildiyimiz kimi 3 baleti var. Ən məşhur Sonalar Gölü baletidir. Azərbaycanda isə 20-ci əsrin əvvəllərində Əfrasiyəb Bədəlbəyli tərəfindən Qız Qalası baleti və libretto müəllifi də Əfrasiyəb Bədəlbəylidir. Bəstəkarı da Əfrasiyəb Bədəlbəylidir. 3 pərdəli baletdir. Şərqdə ilk baletdir. Azərbaycan və Müsəlman şərqində ilk balet Qız Qalası baletidir. Başqa bəstəkarlar da Arif Məlikovdur, Qara Qarayevin İldırımlı Yollarla da 7 gözəl baletidir. Fikrət Əmirov, Arif Məlikov, Akşin Əlizadənin, başqa bəstəkarların da balet mövzusunda əsərləri var. Deməli, operadan fərqli olaraq balet librettosu şeirlə deyil, nəsrlə yazılır. Baleti xoreograf səhnələşdirir. Libretto rəqslər vasitəsilə həyata keçirilir. Deməli, adajio ağır tempdir, həm mahnıdır, həm də tempdir. Şən Azərbaycan mahnısının xanə ölçüsü 8/6 xanə ölçüsünə malikdir. Deməli, rast muğam əsasındadır, şən xarakterlidir. Yenə dediyim kimi, şən xarakterli olanda əsasən xanə ölçüsü 8/6 xanə ölçüsünə malik olur. Və bunu da Polad Birquluoğlu və Məstan Günərlidir. Və gəlirik operattıya. Operatta vokal rəqs səhnələrindən və danışıq epizodlarından ibarət komediya məzmunlu musiqili səhnə əsəridir. Musiqili komediya da adlanır. Eyni zamanda operattanın eyni zamanda ikinci adı var ki, musiqili komediya. Bəzən qarşımıza çıxır. Musiqili komediyalar, hər hansısa bir bəstəkarın musiqili komediyası və yaxud da ki, operattası, bu ikisi də eyni anlayışı bildirir. İlk operatta Fransada 19-cu əsrin ortalarında Jacques Offenbach tərəfindən yazılıb. Operatta bir musiqi janrı kimi Viyanada xüsusilə sevilib. Johann Strauss'un operattaları var. Mavi Dunay, Artistin həyatı, Johann Strauss'un operattalarındandır. Deməli, İmre Kalman'da Strauss'dur və bir çox bəstəkarlar da operatta janrına müraciət etmişlər. Azərbaycanda isə Üzeyir Hacıbəyli bu janrın yaradıcısıdır. Üzeyir Hacıbəylinin 3 operattası var. Ər-Arvad, O olmasın bu olsun, Arşın Mağlan. Ər-Arvad 1909-cu ildə, O olmasın bu olsun 1911-ci ildə, 1913-cü ildə isə Arşın Mağlan operattasını yazmışdır. Və onun ən məşhuru, demək olar ki, ən məşhuru Arşın Mağlan operattasıdır. Deməli, operatta da libretto əsasında yazılır. Orada ariyalar, vokal, duet, trio, kvartet, xor ifaları üçün yazılmış poeziya nümunələri müxtəlif quruluşlu musiqi bəstələyir. Deməli, bir neçə musiqiçinin burada ifasından söhbət gedir. Ansambl adlanır. Bir neçə musiqiçinin birgə ifası ansambl adlanır. Ansamblla orkestrin fərqi. Orkestr böyükdür, ansambl kiçikdir. Ansamblda say 2 nəfərdən ibarət ola bilər, duetdir, 3 nəfərdən ibarət ola bilər, triodur, 4 nəfərdən ibarət olar, kvartetdir, 5 nəfərdən ibarət olar, kvintetdir adlanır. Deməli, Üzeyir Hacıbəylinin Arşın Mağlan operattası bayaq dediyim kimi 1913-cü ildə yazılıb Bakıda Tağıyev teatrında tamaşaya qoyulmuşdu. Əsərdə hadisələr Azərbaycanın musiqi beşiyi olan Şuşa şəhərində cərəyan edir. Deməli, operattanın libretto müəllifi də bəstəkarın elə özüdür, Üzeyir Hacıbəylidir.
Məhəmməd Füzulinin Leyli Məcnun poemasından götürülmüş qəzəldən operatlanın mətnində bütünlüklə bəstəkar tərəfindən işlənilib. Yəni Əsgərin aryasında sual düşə bilər ki, Üzeyir Hacıbəylinin hansı operattasında Məhəmməd Füzulinin Leyli Məcnun poemasından götürülmüş qəzəldən istifadə olunub? Burada Arşın Malan operattası olacaq və Əsgərin aryasında səslənir bu. Nalədəndir ney kimi avzey eşqin bülənd, nalə tərkin qılmazam ney tək kəsilsəm bənd. Bu qəzəldən istifadə olunmuşdu. Qarabağ mahnısı Cahangir Cahangirovun sözləri Rafiq Zəkanındır. Burada Cahan xananın kupletləri var. Bunu da məsələn ifa edərək pianoda ifa edərək öyrənə bilərsiniz. Çünki sertifikasiyada bu il düşmüşdü. Suallardan biri də not yazısı idi. Not yazısında özümüz belə deyək də notları oxuya-oxuya tapa bilərik. Əgər ki pianomuzda ifa etsək, yaddaşda qalır. Əsasən 8-6 xanə ölçüsü görəndə bilirik ki, bu şən xarakterlidir. Qarabağ mahnısı da şən xarakterlidir, Şütər muğamını əsaslanır. Və gəldik mahnı və poeziya. Mahnı iki üsuldan yaranır. Şeirə musiqi bəstələnir və yaxud da ki, bəzi hallarda da musiqiyə şeir yazılır. Bəstəkar bir mahnı belə deyək də bəstələyir. Həmən bəstələdiyi mahnıya da şair şeir yazır. Amma ən çox da şeirə mahnı bəstələnir, belə deyək. Vokalizdə keçmişdik, səslə ifalarla sözsüz melodiyalara deyilir. Sözsüz mahnıda bir ifaçı tərəfindən belə deyək də alət də ifa olunur. Burada Dalğalar mahnımız var. Ramiz Mirişlinindir. Tarda da ifa edir Ramiz Quliyev. Seygah muğam üzərindədir. 4-3 xanə ölçüsünə malikdir. Sakit və həzin xarakterlidir. Yenə dediyim kimi sakit, həzin, aramlı xarakterdə olanda 4-3, 4-2 xanə ölçüsünə malik olur mahnılar əsasən. Orta sürətli də Dalğalar mahnısı. Burada instrumental ifası olan deməli gitarada Rəmişdi, Habil Əliyevdi kamançada, Vaqif Mustafazadə pianoda, sonra gitarada Kamil Cəllov, İlham Nəcəfov, nəfəsli alətlərdə belə deyək. Gitarada Rəmişdi, Rafiq Hüseynov və Ramiz Quliyev də Dağlar mahnısını tarda ifa etmişdir. Nəğmələr mahnısının da xanə ölçüsü 8-6-dır, şən xarakterlidir, oynaq xarakterlidir. Bayat Şiraz muğam üzərindədir, musiqisi Oqtay Rəcəbovun, sözləri Bəxtiyar Vahabzadənindir. Gəlirik aşq mahnısına. Aşıq sənəti bayatlardan, xalq məsələlərindən, xalq musiqisindən qaynaqlanır. Dastan aşıq poeziyasının ən mürəkkəb janrından biridir. Azərbaycan dastanın ilk böyük abidəsi Dədə Qorquddur. Dastanın bütün boylarında Dədə Qorqudun qopuz çalanda, saz çalanda aşıq mahnıları ifa edir. Koroğlu dastanında Koroğlu aşıq mahnıları ifa edib. Daha sonra Koroğlu saz çalıb, aşıq nəğmələri oxuyurdu. Filmdə də, operada da. Dastanlarda aşıqlar insanlara sevinç bəxş edirlər, yol göstərirlər, məsləhət və təsəlli verirlər. Aşığın gəlişi ilə obaya sülh və firavanlıq gəlir. Aşıq sənətinin ən mahir ifaçıları ustad aşıqlardır. Aşıqlar özü 3 qrupa bölünür də. Ustad aşıqlar, aşıq şairlər və ifaçı aşıqlar. Aşıq sənətinin ən mahir ifaçıları ustad aşıqlardır. Yəni onlar həm şeir yazır, qoşma, təcniz, müxəmməs, həm oxuyurlar, həm yazırlar, həm bəstələyirlər. Yəni hər tərəfli belə deyək də ifaçı ustad aşıqdır. Amma yalnız saz çalan, oxuyan aşıqlar ifaçı aşıqlardır. Yalnız saz çalırlar və ya oxuyurlar. Amma ki, aşıq yaradıcılığından poetik nümunələrini yaradanlar isə el şairləri, daha doğrusu aşıq şairlər adlanır. Azərbaycanda Aşıq Ələsgərdir, Aşıq Abbas Tufanqanlıdır, sonra
Aşıq Valehdir, Aşıq Hüseyn Bozqanlıdır, Aşıq Pənahdır, Aşıq Alıdır kimi ustad aşıqlar var. Burada Unutma şeirini saz musiqisi müşayiəti ilə ifadəli oxuyaq var. Və burada da Aşıq Pənah ifa edir. Koroğlu operasında da Aşıq mahnısından istifadə edilmişdi. Ramil Qasımov ifa etmişdi Aşıq mahnısını. Deməli, Aşıq sənətin 2009-cu ildə Azərbaycanın aşıq sənətin UNESCO-nun bəşəriyyətinin toxunulmaz qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdi. Azərbaycan mahnısı Səid Rüstəmovun, musiqisi, sözləri isə Səməd Vurğunundur. İndi isə gəlir muğamlarımızın növləri. Deməli, 7 əsas Azərbaycanın klassik muğamı var. Rast, Şur, Seygah, Cahargah, Bayatşiraz, Şüştər, Humayun. Üzeyir Hacıbəyli muğamların aşağıdakı əhval-ruhiyyəsini belə səciyyələndirirdi ki, məsələn, Şur muğamın deyirdi ki, şəndir, lirikdir, əhval-ruhiyyəlidir, dinləyəndə insana o ruh bəxş edir. Rast muğamını dinləyəndə mərdlik, gümrahlıq, Şüştəri dinləyəndə dərin kədər, Seygahı dinləyəndə məhəbbət hissi, Cahargahı dinləyəndə həyəcan, Bayatşirazda qəmginlik, Humayunda daha dərin kədər, daha qəm-qüssə hiss olunur. Və Azərbaycan klassik muğamları özü ifa xüsusiyyətlərinə görə iki yerə ayrılır. İnstrumental və vokal instrumental. İnstrumental olanda tar və kamança ifaçı ifa edir. Amma vokal instrumental olanda isə buna da deməli xanəndə daxil olur. Və bunların oxşar cəhətləri də var, fərqli cəhətləri də var. Bunları da bilməliyik. Sual düşə bilər. Onların oxşar cəhətləri hansı idi? Deməliyik ki, şöbələrin adı eynidir. Şöbələr eyni musiqi intonasiyalarından ibarətdir. Musiqinin inkişafı eynidir. İfa olunan muğamların adı eynidir. Fərqli xüsusiyyətləri deyəndə isə muğamı xanəndə oxuyur, onu tar və kamança müşayiət edir. Bu fərqli xüsusiyyətləri. Çünki instrumental deyəndə 2 ifaçıdır, tar və kamança, amma vokal instrumental deyəndə 3. Tar, kamança və xanəndə oxuyur, müşayiət edir. Muğam şöbələri oxunarkən qəzəllərdən istifadə olunur. Yəni burada xanəndənin oxuduğu qəzəllərdən söhbət gedir, böyük şöbələr arasında təsniflər oxunur, kiçik şöbələr arasında rəqs xarakterli diringələr və nəqlər çalınır. Və burada Rast muğamının Bərdaş şöbəsini dinləyək var. Evdə bunu qoşub dinləyərsiniz. Çünki hər bir musiqidən xəbərimiz olsa daha yaxşı olar ki, orada bizə sual düşəndə daha ətraflı cavab verə bilək. Rast muğamının Bərdaş şöbəsi. Bir də deyim ki, bir çox muğamların Bərdaş şöbəsi var. Niyazinin Rast simfonik muğamı da 1949-cu ildə yazılmışdır. Və bunu da görkəmli dirijorumuz Niyazi yazmışdır. Təntənəlidir Rast muğamı. Burada Vətənim sən var. Bu mahnı Ramiz Mirişlinin musiqisi, sözləri isə Fikrət Qocanındır. 8 daqta xanə ölçüsünə malikdir, şən xarakterlidir və cəhd tempdədir. Zərb muğamlardan da danışaq və sonuncu dərsimiz olsun. Gələn dəfə isə qalanını izah edəcəm. Zərbi muğamlara ritmik muğamlar da deyilir. Həm zərbi muğam, həm də ritmik muğam kimi söylənilir. Heyratıdır, Simay Şəmsdir, Mənsuriyyədir, Arazbarıdır, Manidir, Heydəridir, Ufşarıdır, Qarabağ şikəstəsidir, Kəsmə şikəstədir. Və burada 4-də 3 xanə ölçüsünə malik olan Arazbarı zərbi muğamından söhbət gedir ki, bu da Seyid Şuşinski mahir ifaçısı olmuşdu. Arazbarı Füzuli rayonuna qonşu olan Cənubi Azərbaycan mahalında yaranmışdır. Yəni adı onunla bağlıdır. Aşıq şeirlərində istifadə olunur Arazbarıdan. Üzeyir Hacıbəyli Şur muğamından qidalanan Arazbarı əsərini əsasən Simli Alətlər Orkestri üçün eyni adlı əsər yazmışdı. Və Leyli Məcnun operasında isə 5-ci pərdəsində Arazbarıdan istifadə edərək onu simfonik orkestr üçün işləmişdi. Bunu qarışdırmayaq.
Üzeyir Hacıbəyli həm Arazbarı əsəri simli alətlər üçün yazmışdı. Bunu əsər kimi yazmışdı. Amma Arazbarı zərbi muğamında 5-ci pərdədə Leyli Məcnun operasında simfonik orkestr üçün işləmişdi. Yəni deyilsə ki, hansı bəstəkar Arazbarıdan 2 dəfə istifadə etmişdi? Bu Üzeyir Hacıbəylidir. Biri ona simli alətlər orkestri üçün əsər yazmışdı Arazbarı zərbi muğamına. Bir də ki, Arazbarı zərbi muğamından Leyli Məcnun operasının 5-ci pərdəsində simfonik orkestr üçün işləmişdi. Yəni sual düşsə belə qeyd edərsiniz. Daha sonra qış mahnısı var burada. Cavanşirovundur musiqisi, sözləri isə Tofiq Mütəllibovundur. Bunu da bilin yazıları var. Bunu da bilin, mütləq oxuyun. Harda mavi yazı gördünüz, Üzeyir Hacıbəylinin Arazbarı əsərindən bir parça simli alətlər orkestrinin ifasında. Məsələn, musiqini də dinləyin. Bunu da bilin də oxuyun. Yəni düşür. Heç belə ummadığımız bir yerdən, heç fikir vermədiyimiz bir yerdən, elə yerdən sual düşür ki, deyirik ki, biz heç ona fikir verməmişdik. Amma mütləq hər belə deyim də kitabın hər nöqtə, hər vergülünü oxumaq lazımdır ki, hər bir şeydən düşə bilər. Dünya şöhrətli bəstəkar Firəngiz Əlizadə İntizar operasında Qarabağ şikəstəsi ritmik muğamından istifadə etmişdir. Operattanın da libretto müəllifi Nərgiz Paşayevadır. Bunu da bilək. Bu günlük bu qədər. Gələn dərsimizdə isə romansal qəzəllərdən bəhs edəcəyik.